Musiqi onun ürəyində erkən yuva saldı. Hələ məktəb illərindən radiodan, televiziyadan eşitdiyi nəğmələr onu anındaca sehrinə salırdı. Eşitdikləri, bəyəndikləri də tezcə yaddaşına hopurdu. O vaxtlar heç ağılına gəlməzdi ki, haçansa müğənni olacaq. Səhnə onun həyatının vacib bir parçasına çevriləcək. Lap ağılına gəlsəydi də, kim idi ona bu arzunun gerçəkləşməsi imkanı verən? Ailədə musiqini sevirdilər. Atasının ürəyə yatan səsi də vardı. Ancaq bu müəllim ailəsində musiqini nə qədər sevsələr də, Laləni heç cürə musiqi ilə bağlı təsəvvür eləmirdilər. Öz ömürlərində musiqinin yeri nə boydaydısa, elə Lalənin də həyatında həmin ölçüdə görürdülər. Ancaq Talih ayrı hekayət yazırdı və əslində elə ölçülü biçili hekayət ki, gedişi həm Lalənin ürəyincə idi, həm də valideynlərini təmin edirdi. Laləni həmin ölçülü biçili qismət yaza bilməyin ustası olan Talih, həm ata-anası kimi müəllim elədi, həm də öz umduğu kimi müğənni. Və bu da Talihin ayrı bir cazibəsidir ki, Lalə musiqidəki ilk böyük və əks-səda doğuran uğurunu da elə məktəblə bağlı nəğmə ilə qazandı. O mahnını bütün Azərbaycan bilir, məktəb illəri. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıl, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Mən çox sadə bir müəllim ailəsinin qızıyam. Atamın gözəl səsi olmasına baxmayaraq, amma atam Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri üzrə professoru olub, elmlər doktoru. Anam isə neçə illər 88 nömrəli peşə məktəbində, texnikumda, daha doğrusu siyasi iqtisad və politologiyadan dərs deyib. Baxmayaraq atamın yaxşı səsi olub, amma atam yəni o sahədə çalışmır. Mən çox kiçik yaşlarımda nənəmi də itirmişik, babam da artıq 1941-45-ci ildəki müharibədən artıq gözlərini itirmiş, ayaqlarını itirmiş bir şəkildə gəlib. Yəni mənim artıq gördüyüm nənə-baba obrazlarında mən artıq orada həm də o yaşda mən heç özüm bilmirdim ki, mən ümumiyyətlə hansı sənət sahibi olacağam. Sadəcə musiqini sevirdim. Hər insanın ömründə sonralar daha heç vaxt unudulmayacaq illər olur.
Bir vaxtlar həmin günlərin içərisində olarkən şirinliyini sonraki illərdə duyduğun qədər əsla hiss etmədiyin məktəb illəri. Lalə Məmmədova da bir vaxtlar şagird imiş, məktəbə gedib gəlirmiş, tələbə olub, universitetdə oxuyub. Orta və ali məktəb çoxdan arxada qalıb. Ancaq Lalə etiraf edir ki, həmin məktəb məsuliyyəti və məktəb ruhu hər an onunladır. Hansı işi başlayırsa, hansı nəğməni oxumağı nəzərdə tutursa, çevrilib olur məktəbli. Özünü imtahan qarşısında olan kimi təsəvvür edir. Bəlkə elə onun üçün də həyəcanı bir qədər çox olur. Lakin o həyəcanın və məsuliyyətin yanında həmişə sevgi də olur. Ən yaxşı əsərlərsə daim bu üçlüyün vəhdətindən yaranır. Ses, uzaktan gelen ses, qəmli bir naləyəm, gələr yetişər. Ses, mənə doğma bu ses, gerçekten xəyalar, kopar bitişər. O istektir, o arzudur, həyat eşqilə hər an doludur. Nalə isyan, denəsən sən anlamazsan. O istektir, o arzudur, həyat eşqilə hər an doludur. Min insan, nalə isyan, anlamazsan bu dərdim ölmək sənə heç yoxdur. Güman senedir bir insan, ümit tek yaradan. Kalbim diyer, bak dünyaya uyan sen, döyünen yürekler her zaman diyecek. O ümittür, o gümandır, onsuz olmak ne yamandır. Hiç vakt olmurasam, denesen sen anlamazsın. Həyəcan, məsuliyyət, sevgi Lalənin tək oxusunda deyil. Söhbət eləyirdik və duyurdum ki, həmin ovqat Lalə Məmmədovanın elə gündəlik davranışında, danışığında da var. Bunlarsa elə gözəl keyfiyyətlərdir ki, əgər səninlədirsə, demək uğur da heç vaxt səndən uzaqda olmayacaq.